Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Ve tevekkel alel hayyellezî la yemut. Ve sabbih bihamdihi ve kefâ bihi bi zunubihi ibadihi habiran. Sadakallahul aliyyul azim. Aziz mümin kardeşler, sizleri ve özümü yegane hidayet yolu olan təqvaya her birimizi dəvət edirəm. Allah Teala o yolda her birimize kömək olsun. Ve fürsətdən istifadə eləyib sözümə başlamamışdan əvvəl sizləri, siz əzizlərimi Allah'ın salamı ilə salamlayıram. Esselamu aleykum ve rahmetullah ve berekatuhu. Aziz mümin kardeşler, bakın bu gece hamımız Allah evinde intizardayıq. Artıq neçə gündür ki oruç tuturuq. Neçə gündür ki iftar açırıq. Neçə gündür ki ibadətdə varıq. İmkanımız daxilində əlimizdən gələni kimlərəsə kömək eləyirik. Və yaxud da kimlərəsə iftar veririk. Və yaxud da kimlərsə bizi iftara dəvət edirlər. Bu əməllər biz insanları biri-birinə mehriban etmək üçün, insanlıq anlamını dərk etmək üçün, Allah Subhanahu ve Taala'nın bizden istediği ne olduğunu tekraren Ramazan ayında bize derk ettirmek için bir yoldur. Allah Teala her birimizi bu yolda sabit kadem karar versin. Ve bugüne kadar ne ki ibadet ve itaat etmişi Allah Teala onu her birimizden kabul eylesin. Allah'a and ve celal ve izzeti hatirine ettiğimiz bu emel ve bu Ramazan ayı bizim için birinci veyahut da sonuncu karar vermesin. Ve ne kadar ömrümüz varsa Allah evvela bize sağlam ömür versin ve onun mukabilinde ömrümüzün ahirine kadar güzel ibadet etmeyi, güzel itaette olmayı ve Allah yolunda Allah rızasını kazanmak için Allah Teala her birimize kömək olsun inşallah. İnsan bu dünyada yaşayanda her birimizin tevekküle ihtiyacı var, düzdür mü? Her birimiz bir yəqini olmalıdır, tevekkülü olmalıdır. Alimler buyururlar ki insanın üç tür yəqinə çatması, təvəkkülə çatması mümkündür. Bir, ondan ibarətdir ki, insan özü-özünə yəqin etməlidir. Özü-özünə yəqində olmalıdır ki, mən bu işləri görərəm. İkinci, ondan ibarətdir ki, insan kiməsə bu dünyada yəqin edir. Kiməsə belə her şeyin ondan aslı olduğunu bu dünyada yaşayırıq ve bunu görürük ki ola bilər ki intizardayıq ki bizim müşkülümüz var, kimse onu bizim için ne eder? Həll eder. Ama üçüncü bir mesele var ki daha mühümmidir, daha əhəmiyyətlidir. Yəqin ve tevekkülümüz kime? Allah Müteala özüne olmalıdır. Psixologiya alimleri belə buyururlar. O insanlar ki tevekkülün özüne edir, onlar mümkündür. Ama bir zamana kadar onu izah edir. İzahı budur ki insan cavan iken yəqini özüne olur. Bu dünyada elmən ve əqlən ki bəz her şey ki qabağıma gələrsə onu mən özüm etməliyəm. Bir halda ki deyir bu mümkündür. Ama bu yəqin güzel bir şeydir. İnsan özüne güvenir. Ama bu harasa qədərdir. Digər alimler buyurur ki bunun bir müddəti var. Müddəti haçandır? Deyir o vaxta qədərdir ki insan taqətdən düşür. O ki qocalır. Əlindən bir şey gəlmir. Əlindən gələ bilməyəndən sonra görür ki yox mən ki yəqin etmişdim. Özüme ki her bir şeyi özüm görəcəyəm, bura qədər imiş. Bu da natamam kaldı. Ama ikinci o grup insanlar ki var aramızda, Allah o cür insanlardan bizi qərar verməsin. Kimlərə ki möhtac olurlar. Deyir ki mən varamsa, yəqinim var ki mənim qonşuma.
və yaxud da ki, hər hansı bir insanı daha çox bu dünyada güclü bilir, imkanlı bilir, vəzifəli bilir. Mənim ehtiyacım olanda o insana mən yəqin edirəm, bu dünyada hər nə ki müşkilim olarsa, mən ağzımı açaram, o insandan istəyərəm, o insan mənə onu verəcək. Bu haqda İmam Sadiq əleyhissalatu vesselam belə buyurur. Allah müteal peygamberine deyir ki, ve izzeti ve celali, dir ya peygamber, bil ve o insanlara de, and olsun benim izzetime. Allah müteal deyir, ha, dikkat yetirin, bu her birimize gerek olandır. And olsun deyir benim izzetime, and olsun benim celalıma. O insan ki beni hamıdan daha çok güçlü bilmez ve öz yəqinin mənə etmez, təvəkkül mənə etmez. Bu dünyada onun kimi aciz olan, müfəqqəti bir vəzifədə, bir imkan sahibi olan insana yəqinin bağlayar və məni yaddan çıxardar. Ləəqtənnə, mən onun bütün yəqinin kül edərəm, puç edərəm. Allah müteal belə deyir. Allah Teala belədir. Ama üçüncü bir yəqin var ki, insan her bir şeyin yəqinin, təvəkkülün ona bağlayır. O hansı qapıdır? İlahi, Rabbel aleminin qapısıdır. Allah Müteal belə buyurur, Meyrajda, deyir, mən hər bir müsəlmanın zənninin yanındayam. Bilirsiniz nə deməkdir bu? Hər bir müsəlmanın, hər bir insanın, yarattığım Adem övladının zənninin yanındayam. Deyir, ya peygamber, mənası budur ki, o insan nə qədər mənə, hər bir insan nə qədər mənə təvəkkül edirsə, nə qədər mənə yəqin edirsə, özünü nə qədər mənə bağlayıbsa, məni özündə nə qədər tapıbsa, mən o qədər ona bağlıyam. Fikir ver. Allah müteal buyurur, ya peygamber, Meyrajda peygamber nedir? İnsan mənə nə qədər yəqin edibsə, mən onu o qədər bağlıyam. Əgər zəifdirsə, mən də ondan zəifəm. Əgər yaxşıdırsa, mən də ondan yaxşıyam. Əgər hər bir şeyini mənə təvəkkül etməklə, mənə yəqin etməklə, bütün ümidlərin deyir, sınandan sonra, bütün ümidlər qopandan sonra, hər bir şeydən bu dünyada ümid yeri qopandan sonra, deyir, o təvəkkül yəqini mənə etsə, o olmayan şeydən olanı mən edərəm onun üçün. Və Allah Teala bu cür misalları harda Kur'an-ı Kerim'in özünde biz insanlara beyan edir. Birinci Hazreti İbrahim aleyhissalatu vesselam. Hazreti İbrahim'e Allah müteal emr etti ki ailevi götür apar, indi bütün Müslümanlar ki ora gedirlər, hal-hazırda siz iki üzü qibleye oturmuşsunuz Kabe evine. O zaman Kabe evi orada yok idi. Emr etti ki ya İbrahim, Kur'an'ında buyurur ha, ailevi yani hayat yoldaşı ve İsmail'i hara apar? O vadiye apar. Hazreti İbrahim aleyhissalatu vesselam, Allah müteala o kadar yəqini vardı, götürdü Lebbeyk, ailesini götürdü, getirdi, çattırdı o yere. Tarih yazır ki, hatta Kur'an özü de buyurur ki, İbrahim aleyhisselam baktı ki, Perverdigar-ı alem, səhra, isti, yaşam için hiçbir şey olmayan bir yer, hatta kölgeliği bile yok, su olmayan bir yer, her yere bakırsan, etrafa bakırsan, bu vadide yaşam için hiçbir şey yoktur. Elə ki ailesini koydu orada ve baktı Perverdigar'ın huzuruna ve bu intizar sözleriyle, gözlerle Rabbine baktı ki ilahi Perverdigar-ı alem, sen emir ettin, ailevi aparkla, qoyla hemen o yere, ben onu aparıp koydum. İlahi, ben elə bir yere ailemi, oğlumu koydum ki orada yaşam için bir şey yoktur. İlahi, bir ağac yoktur orada, kölgelensinler. İlahi, ruzi, yemek için orada bir şey yoktur. İlahi, o yerde su yoktur. İlahi, daldalanmak için bir şey orada yoktur. İbrahim aleyhisselam bu sözleri Allah müteal'la danışanda hemen o yerin coğrafi mövqeyini Allah Teala'ya bildirmek istemirdi ya. Allah müteal özü bilirdi. İbrahim aleyhissalatu vesselam özü de bilirdi ki Allah'ım bilir.
İbrahim Aleyhisselam Allah'la bu cür danışanda deyir ki, yəni ilahi pərverdigarı aləm, bunların heç biri olmadığı bir yerdə mənim sənə yəqinim var. Baxmayaraq o səhrada yaşam üçün heç nə yoxdur. Baxmayaraq orada su yoxdur. Baxmayaraq orada kölgə yoxdur. Baxmayaraq orada heç bir şey yoxdur ki, insan orada yaşasın. Amma mənim sənə yəqinim var. Mən sənə yəqinəm. Allahım, sən mənə əmr etmişsən ki, apar ginən ailəni ora qoy, mənim sənə etibarım olduğu üçün ailəmi gətirdim, qoydum bura. İbrahim Aleyhisselamın Allah'a olan yəqinin nəticəsində, o ki, bizi hacılar ki gedirlər, Allah Teala o hacıların ki gediblər, ziyarət ediblər, hacıların qəbul eləsin. Oranın intizarında olan insanlara da qismət eləsin inşallah. Bax, Sara xanım İsmail'i qoyandan sonra gedir, gəzir, su üçün gəzir. O ki, Səfa, Marva arasında 7 dəfə getdiyi üçün, o zəhməti çəkdiyi üçün Allah Teala o gündən bütün müsəlmanların boynunda vacib qoydu ki, Səfa, Mərvanı 7 dəfə getməlisən, gəlməlisən, şot etməlisən. Amma Zəmzəm suyunu alimlər yazırlar ki, Zəmzəm suyunun çıxmasın İbrahim Aleyhisselatü Vesselam'ın görədir. Dir niyə? Dir İbrahim Aleyhisselam Allah'a yəqinə görə, Allah müteal o yəqinə görə yanıtmasın deyib ben o yəqini ki, İbrahim sən mənə inandın, yəqinin mənə oldu, o Zəmzəm suyunu çıxartdı. İbrahim Aleyhisselama görə, yəqininə görə. Bakın, yəqin bu cür olmalıdır. İndi yine Kur'an-ı Kerim'in özündən bir söz deyim, bir an belə peygamberlerden biri bir an belə yaddan çıxartdı, belə deyək, unutqanlıq etdi. Hazreti Yusuf Aleyhisselatü Vesselam ruhuna salavat zikr eləyək. Hazreti Yusuf Aleyhisselam öz zindan yoldaşı ilə beraber zindanda bir neçə ildir ki orada bir yerdədirlər. Yanındakiler yuxu gördülər. Yusuf Aleyhisselam'a dediler. Yusuf Aleyhisselam onun yuxusunu yozandan sonra ona dedi ki, bəs sən Misir Paşahının yanında, yine onun yanında birinci adamlardan biri olacaksan. Vaxt, zaman geldi, çattı. Yusuf Aleyhisselam'ın yanındaki olan insan görüştü ki çıksın. Yusuf Aleyhisselam bir an belə bir xəta, an belə dedi, uzkurni ində Rabbək. Dedi ki, o ki indi sən çıxırsan, illərdir ki məni burada nahaq bu zindanda saxlayırlar. Sən getdin Misrin əzizinin yanında, ona qulluq eləyəndə, o paşahın yanında məni yada salasan Yusufi ki, bəs o orada illərdir ki nahaq yatır. Dedi, yaxşı. Əvvəla Kur'an buyurur ki, elə ki o oğlan Yusuf'la beraber orada idi. Çıxandan sonra onun yadından çıxartdırdı Allah Teala. Getdi Misrin paşahının yanına, yaddan çıxartdı. Yusuf'un dediğin sözü yaddan çıxartdı. Amma o insan ki çıxandan sonra Yusuf ki qaldı tək zindanda, Allah Müteal Cəbrail'in göndərdi. Qaldı üzbəüz Yusuf'la. Yusuf baxır Cəbrailə, Cəbrail də baxır Yusuf'a, danışmır. O qədər diqqətlə Yusuf Aleyhisselama baxdı ki, Yusuf'un qəlbi ağzına çıxırdı ki, görəsən Cəbrail nazil olub, amma mənə diqqətlə baxır, amma mənə heç də demir. Görəsən nə baş verib? Dedi, Yusuf, Allah'ın sənə salamı var. Dedi, və aleykessalam. Dedi, Yusuf, səni bu cür gözəllikdə yaradan kimidir? Dedi, mənim Rəbbim. Dedi, Yusuf, səni atanın yanında o kadar əziz eləyən kim oldu? Dedi, mənim Allah'ım. Dedi, Yusuf, səni quyuda sağ salamat kim saxladı? Dedi, mənim Rəbbim. Dedi, Yusuf, o ki quyunun yanından başka bir tərəfdən karvan keçirdi. Həmən karvanı sənin olduğun quyuya kim gətizdirdi? Dedi, mənim Rəbbim. Dedi, səni orada quyuda sağ salamat kim saxladı? Dedi, mənim Allah'ım. Dedi, səni Misrə göndərən kim oldu? Dedi, mənim Rəbbim. Dedi, bu qədər Allah etdi Yusuf. Uzkurni ində Rabbik nə idi? Yusuf, bu qədər Allah sənin üçün etdi. Bu qədər səni saxladı. Bu qədər səni əziz etdi.
Sağ salamat geldin, Misirin əzizlərindən sayılmış seçilmişlərindən oldun. Bu gözəlliyi de sana veren Allah idi. Her bir şeyi ki Allah etti, o ki sen yuxu yazdın ona, öz zindan yollaşıva çıxanda dedin ki yada sal. Niye demedin ki Allah'a elini uzatmadın? Niye yəqinivi ona Allah'a vermedi? Bir an Yusuf o zaman səhvin başa düştü. Dedi ha, ondan sonra bir neçə qədər də illər sən burada qalmalısan. Yusuf ondan sonra neçə illər zindanda qaldı. Amma hələ də ağlayırdı. Bilirsiniz niye ağlayırdı? Zindanda olduğu için yok. İllər boyu Yusuf aleyhissalatu vesselam, Kur'an'da qissəsi var, ay müminler. Ağladı ki ilahi, hatta dua etti, her zaman secde etti, gece ve gündüz ibadet etti ki ilahi o an ki var mən xəta ettim, o anı mənim üçün bağışla. İllər ha, bir an belə xəta ettim ilahi. Ağladı, sızıldadı ki ilahi məni bağışla. Bir neçə il keçəndən sonra Allah Müteal Yusuf Aleyhisselamı yaddan bağışlayandan sonra sarayda olanların yadına düştü Yusuf Aleyhisselam ve onu oradan çıxarttılar. Yəqin bax budur əzizlərim. Allah'a təvəkkül etmək bax budur. Sizlə biz gəlmişik bu qapıya ki biz Allah'tan o yəqini tapaq. Hər birimizin günahı çoxdur. Her birimizin özümüze göre səhvimiz çoktur. İndi her birimiz oturmuşuq bu gecenin bu aleminde, Kur'an'ın nazil olan bir gecesinde bu sözlere kulak asandan sonra kalbimizi bağlayaq Rabbimize ki Halikim, Allah'ım, məni yaradan, mənə bu güzelliği veren, mənə bu imkanı veren ki gelmişəm senin qapıva, sen məni bağışla. Bak esas budur. İnsan bu cür yaşasa, bu cür istese Allah Teala'dan, Allah Teala onun her bir şeyini bu dünya ve ahirette onun için kapı açacak. Allah'ım bizim hiçbirimizi o kapıdan mahrum etme yine. Allah'ım amin diyen her bir kes ki amindir, o sesleri ilahi bizden eşit giden. Kıyametin gününde dilimizi lal karar verme. İndi bir dünya, bu dünya, Kur'an'dan dediği bu dünya. Bir insan olur, dikkat edin bizim kim bir insan. Gemide seyahat edir. Gemi gelir okyanın ortasında bir ada, küçük bir adanın yanında nəsə baş verir, gemi təlatümə düşür, parçalanır. Her ne kadar ki insan vardı gemide hamısı boğulur. Bir nəfərdən başqa. Gemi parçalandı. Bütün gemide olanlar hamısı boğuldu, dünyadan köçtü. Ama biri tahtaların üstünde yaxınlaşır, sağ salamat hemen bu adaya. Elə ki uyandım, gördüm ki sahildeyim. Özüme gelenden sonra baktım bir balaca bir adadır. Her bir tarafın gezmeye başladım. Gördüm ki yok, gemi yaxınlaşan bir ada değil. Burada insandan bir eser alamet de yoktur. Yaşam içinde hiçbir şey burada yoktur. Ama biraz özümde bir güç topladım. Güneşin istisinden, çovğundan korunmak için adada ne vardıysa özüm için bacardığım kadarında vəhşi heyvanlardan ve güneşin istisinden, çovğundan korunmak için yuva tikdim. Ama buna bakmayarak deyir, ruzi yani yemek azaldıkça benim taqətim tamamen elden düşürdü. Hərdən deyir sahile yan alırdım. Tepenin en böyük tarafında dayanıp bütün okeana bakırdım ki görəsən gemi bura yaxınlaşır ya yok. Gözüme hiçbir şey dəymirdi. Gelip kör peşiman oturdum öz yuvamda. Ama o ki aclıq mənə güc gələndən sonra özüme fikirləşdim ki Pərverdigar-ı aləm. Axı hiçbir şey olmayan bir şekilde sen varsan. İlahi, hiçbir şey burada olmasa da, hiç gemi bura yan almasa da mənim xaliqim sənsən, mənim yəqinim sənsən. İlahi, mən bugün bu andan təvəkkül etdim sənə.
Deyir, elə ki bu sözləri deyəndən sonra yəqinimi ki Rəbbimlə bağladım, mənə elə bir ki güc gəldi. Ayaqlarıma güc gəldi, gözlərimə işıq gəldi. Durdum ayağa, başladım öz canım üçün əlləşmək üçün, yemək tapmaq üçün bütün adanı gəzməyə. Başladım adanı yavaş-yavaş gəzməyə. Hər nə qədər adanı gəzdim ki, özüm üçün yemək tapım ki, ölməyəm, gördüm ki, yox, bir şey yoxdur. Elə ki, deyir, uzaqdan, o ki, özüm üçün bir köhnə koma düzəltmişdim ki, istidən, soyuqdan, vəhşi heyvandan özümü qoruyam, oranı gözümlə deyir, tutmuşdum o yerdən. Yaxınlaşmaq istədim ki, gedim kör peşiman yuvama, gördüm ki, Allahım, həmən o yer ki, daldalanırdım, o yer başladı, o tutub, alov tutdu, yanmağa. Elə ki, gördüm ki, daldanacağım yerdə hər bir şey itəndən sonra, o yer ki, orada mən daldalanırdım, orada yanmağa başladı. Toz, torpaq, orada duman başladı orada. Hər şey özünə qarışdı. Mən başladım, deyir, qışqırmağa. Dedim, Allahım, mənim güvən yerim sən edin. Allahım, mən sənə güvənmişdim. Allahım, burada heç kim yox idi. Amma mənim güvən yerim sən idi. Mən bu da adada səni tapmışdım. Mənim bir yuvam vardı, o da əlimdən çıxdı. Allahım, sən niyə icazə verdin ki, mənim o yerim dağılsın, yuvam dağılsın? O günəşdən daldalanmaq üçün, vəhşi heyvandan qorunmaq üçün, çoğundan özümü qorumaq üçün bir yuvaya hazırlamışdım. Sən onu da mənim əlimdən aldın. Niyə? Bu cür deyir, qışqıra-qışqıra özümdən getmişəm. Ondan sonrası daha çox maraqlıdır. Daha çox insana təsir edir. Deyir, oyananda mən özümü gəmidə gördüm. Mömin qardaşlar, İnsan deyir ki, mən oyananda özümü gəmidə gördüm. Birinci sualım gəmi kapitanına bu oldu. Siz gəmi olaraq bu adaya gəlirdiniz, ya gəlişiniz təsadüfi idi, ya nə səbəb idi? Gəmi kapitanı dedi ki, nə təsadüfi idi, nə də ki, bura biz bu adaya yan alırıq. Bizim bura gəlişimiz yoxdur. Dedi, onda bəs səbəb nə idi siz gəldiniz bura? Mən də indi gəmidəyəm. Necə oldu? Dedi ki, mən öz otağımda əyləşmişdim. Mənim işçilərim mənə xəbər verdilər ki, o adadan tüstü çıxır, alov yanır. O tüstü ilə, o alovla orada insan var, bizdən imdad istəyir. İmdad üçün biz gəldik, yan aldıq bu adaya, insanları göndərdim, huşu başından gedən bir insanı tapdılar, o da sən idin. Deyir, elə ki bu sözləri mən gəmi kapitanından işitdim, o biraz bundan öncə Allahıma yəqin etmişdim, onu itirdiyim için Allah'tan xəcalət çəkdim. Utandım ki, ilahi, mən azacıq bundan qabaq sənə yəqin etmişdim. Amma sən mənim öz yuvamı yandırmaqla, tüstü etməklə keçən gəmiyə işarə verdin ki, mən burada təkəm, təvəkkülüm ki sənə idi, məni burada tək qoymadın deyib, mənim yuvamı yandırdın, gəmi yanaldı, mən indi gəminin içindəyəm. İlahi, məni bağışla ginən ilahi. Mən əvvəla xəcalət çəkdim sənin huzurunda. Sən ərhəmər rahiminsən. Sən hər şeyə qadirsən. Sən yoxdan var edən xaliqimsən. İlahi, bütün insanın deyir, hər bir ümidi kəsilən yerdən o qapını deyir, o ümid qapısını sən açırsan. Necə ki, məni xilas etmək üçün sən o qapını açdın. İndi mənim əzizlərim, ümid kəsilən yerdən Allah ümid qapısını açır. Bütün hər şey itəndən sonra Allah müteala yəqinimiz olsa Allah Taala'ya, ona Allah istəyən bir şəkildə bağlansaq və hər şeyi ona təvəkkül etsək, Allah Taala o qapını bizim üçün açar inşallah. Bizim yəqinimizdir. Ona görədir, Meyracdadır, ya Peyğəmbər, mən hər bir bəndəmin zənninin yanındayam. Yəni nə? Yəni mənə nə qədər yəqini varsa, mənə nə qədər bağlıdırsa, mənə nə qədər etibar edirsə, məndən nə qədər yapışırsa, bir o qədər də mən ona yaxınam, o qədər. Kim nə qədər mənə yaxındır, mən də ona, bəndəmə o qədər yaxınam. Biz gəlmişik Rəbbimizə yaxın olmaq üçün.
Pərverdigarımıza yaxın olmaq üçün. Ki biz günah edən bəndələrik, xəta edən bəndələrik. Necə ki Yusuf bir anlıq bir xəta etdi, illər ağladı ki ilahi, o unutqanlığıma görə məni bağışla. İllər çəkdi ha. Yəni biz insanlara Quranda Yusufi misal çəkməklə Allah Teala bizə bildirmək istəyir ki, baxmayaraq Yusuf əleyhissalamın məqamı nə qədər çoxdur, mən onun qissəsini Quranda sizə göstərmişəm, deyirəm sizə misal olaraq. Amma Peyğəmbər olsa da belə, əgər unutqanlıq və yaxud da bir an belə xəta etsə, cəzası var. Peyğəmbərinə keçməyən Allahımız, indi gör biz bəndələrə necə? Amma yenə də Allahın qapısı hər zaman açıqdır. Allah Teala hər zaman qapısını açıb biz insanlara tərəf ki, mənim bəndələrim, gəlin mənim qapıma. Ramazan ayı bir sərgidir. Allah tərəfindən biz insanlara göndərilib. Ki bu sərgidə biz iştirak edirik. Amma hərəmizin özümüzə görə bir işimiz var burada. Bu sərgidə insan çalışmalıdır. Bu sərgidə ki vaxt, saat çox azdır. İnsan çalışmalıdır ki əməli ilə, etiqadı ilə, ürəklə, qəlb evi ilə yaxınlaşsın Pərverdigarına. Dili ilə yox. Dillə gözəl danışmaq olar. Amma əməl qəlb evi ilə yaxınlaşmalısan. Qəlb pak olmalıdır. Qəlbi pak eləyəndən sonra Allaha yaxın gedə bilərsən. O zaman olarsan Allahın əzizi. Nə zaman? O zaman ki sənin qəlbin pakdır. Allahım biz gəlmişik sənin qapıva, o qəlb evimizi nurlandırmaq üçün, pak etmək üçün, təmizləmək üçün. İlahi biz bulaşmışdıq 11 ay çirkaba. İlahi hər şey gəlirdi qabağımıza, ona bir don giyindirib, özümüzün olsun deyib hər şey edirdik. Amma gəlmişik ki bugün bağışlanmaq üçün, başa düşmək üçün gəlmişik. İlahi feyz aparmaq üçün gəlmişik. İlahi bu gecə sən Qur'anını nazil edirsən. Göndərdiyin Qur'an xatirinə bizim hər bir əməlimizi ali dərəcədə bizdən bu Ramazan ayında qəbul etkinə. İlahi bizi qiyamət günündə avara qoyma ginən. İlahi şəri xətanı üzerimizdən götür. İlahi bizi, biz müsəlmanları biri-birinə mehriban qərar verginən. İlahi göndərdiyin Qur'an xatirinə hər birimizdə bu gecənin feyzi olması üçün və hər birimizdə təsir buraxması üçün və hər birimizin ailəsində salih bəndə yetişdirmək üçün özün bizlərə kömək ol ginən. İlahi bari Xudaya, sənə an verirəm izzət və cəlalın xatirinə müsəlmanları bu dünyada avara qoyma ginən. İlahi dünya müsəlmanların hər zaman qalib qərar verginə. İlahi dünya müsəlmanların biri-birinə mehriban qərar verginə. İlahi nahaq qan hər yerdəki axır. İlahi o yerdəki hər yerdə müsəlman qanı axır. Körpə qanı axır. Körpə qız, körpə oğlan, axıllar, qocalar, onların qanı nahaq yerdən axılır. İlahi bu Ramazan ayı xatirinə, sənə an verirəm cəlalın xatirinə, sənə an verirəm izzətin xatirinə. Hər kimin ki əli var onda, o əlləri tez kəsginə. O əllərə bundan sonra dahi imkan verməginə. İlahi heç zaman dünyada nahaq qan axmasın. İlahi insanlar dünyada firavan yaşasınlar. İlahi insanlar dünyada bir-birinə hörmət eləsinlər. İlahi insanlar dünyada səni tanımaq üçün bir-birinə mehriban olsunlar. İlahi sən Qur'anı göndərmişsən biz müsəlmanlara, müsəlman olan bir bəndə təslimiyyət bildirməlidir. Müsəlman olan bir bəndə İslam içində, sülh içində yaşamalıdır. İlahi o sülhü hər birimizə qismət qərar verir. Peyğəmbər və ali Peyğəmbər salavatı kitlədir. Bugün həm də təsadüf edir, bizim üçün Əhl-i Beyt qapısında olanlar üçün daha çox ağırdır. Daha çox. Niyə? Çünki Həzrəti Peyğəmbər əleyhissalatu vəssalamın bütün dünya üzrə ey müsəlmanlar, mən sizin aranızda çox çəkməz ki gedərəm, amma siz Qur'anda, İslamda, dində,
zəlalətə düşməyəsiz deyibən, bir-birimizə qarşı pis olmayasız deyibən və İslam dinində əqidəvizin möhkəm olmasında özümdən sonra bir vəsi təyin edirəm. O da Əmirəl-Möminindir. Bugün Əmirəl-Möminin sübh namazında Kufə məscidində Lənətullah İbn-i Mülcəm tərəfindən zərbətlənməsidir. Bugün Həzrəti Əmirəl-Möminin Əli İbn-i Əbi Talib əleyhissalam yazırlar ki, hər gün bir övladının evində oturardı, bir övladının evində iftar edərdi, onlarla danışardı, Allahdan, Peyğəmbərdən, Qur'andan, əqidədən, insanlıqdan, mərifətdən, imandan, yəqindən danışardı, Allahı sevməkdən danışardı, Allah yolunda necə olmaq lazımdır, onu söyləyirdi öz övladlarına və dönə-dönə tapşırırdı. Amma bugün məhz Ramazan ayının o son 10 günündə təsadüf etdi ki, o öz övladının evindən çıxandan sonra Kufə məscidinə gedir, yollanır, ən əvvəla azan deyir, azandan sonra deyir, ey səma, ey göydəki olan ulduzlar, ey Allahın xəlq etdiyi məxluqat, şahid olun ki, mən Əli İslamı qəbul eləyəndən sonra elə bir gün olmayıb ki, sübh namazını qılmayam. Amma bugün elə bilirəm ki, mənim son azan verməyimdir. Və o namaz ki, mən qılaram sübh namazını inşallah, mənim son namazımdır. Azan deyəndən sonra başlayır namaz qılmağa. Amma İbn-i Mülcəm lənətullah, baxın, özümüzü fikirləşək. Hiçbir şey yox, bax, fikirləşək özümüzü. Bəzən insana deyəndə ki, namaz, oruc, çox insanlar qiyamət günündə namazda olar 50 il, 30 il, 40 il, indi hər nə qədər Allah ömür veribsə, namaz və ibadətdə olar. Amma o namazın bir faydası olmaz onun üçün, qiyamət günündə. Və onun əməl dəftəri onun sol əlinə veriləcək. O hansı haldadır bilirsiniz? İbn-i Mülcəm kimi olan insanlar üçün. Onlar da namaz qılırdılar. Onlar da hafiz-i Quran idilər. Onlar da Kəbə evinə gedirdilər. Onlar da həc əməllərin yerinə getirirdilər. Onlar da gecə namazını qılırdılar. Milyonlarla insan bu cür namaz qılıb. Namazın, orucun faydası qəlb evinin Allahla irtibatın düzgün olmasındadır əzizlərim. Hər nə qədər namaz və ibadətdə olsaq, amma qəlbimizi Allahımızla bir yerdə bağlamasaq, onunla sazişimizi təzdən yenidən bağlamasaq mümkün deyil. Bu bir fürsətdir. Hər birimizin əlinə düşüb. Baxın, burada mən baxıram, görürəm, bir neçə insan var ki, illərdir, 10 illərdir ki, bu məsciddə, bu Əhl-i Beyt qapısında bizlə bərabərdir. Amma aramızda elə insanlar var, onlar da bilirlər ki, mən də bilirəm ki, artıq onlar bizim aramızda yoxdular. Bu fürsət hələ ki sizdə və məndə var. Bu fürsət hələ ki sizdə və məndə var. Bir gün olar ki, gələcək burada, olacaq əhya gecəsi, amma biz olmarıq. Başqaları olacaqlar. Amma nə qədər imkan var, nə qədər fürsət var, nə qədər deyə bilirsən, nə qədər eləyə bilirsən, imkan varsa, bəni Adəm, bağlan Allaha. Şeytana qoşulma. Şeytan səni aldatmasın, aparmasın bu dünyaya. Amma bu o demək deyil ha, dünyanla məşğul olma. Yox, o mənada deyil. Dünyayla məşğul ol. Allah istəmir bəndəsi kasıb olsun, müsəlman kasıb olsun. Yox, hər şeyi gözəl et. Varlı ol, imkanlı ol, qüvvət tap. Çox imkanın olsun, elmli ol günən, inkişaf et. Amma hər şeyin halalı olsun. Onunla bərabər köməkdə ol. Əl tut günən, Allah üçün iş gör günən. Allah üçün iş gör. Kifayətlənmə, ancaq mən oruç tutdum, namaz qıldım, bundan qutardı mənim vəzifəm. Yox, elə deyil. Hərəkətdə ol, dilinlə. Dilinlə iş gör. Əlinlə iş gör. İmkanın var, kömək et.
Bir yetimin başına sığal çək. Bir imkansız xəbəri olmadan ona əl tut. Ehsan verginən, Allah evində kömək olginən, sənə demədən, yalvarmadan, sən özün iştirak et orada. Onda olarsan Allahın Həbibi. Çünki dinən ilahi, mənə bu imkanı vermişsən, mən sənin üçün bunu edirəm. İlahi, Allah Quranında nə buyurur? Deyir, o insan ki, mənim üçün niyyətim mən olaramsa, xalis olarsa, gizlin olarsa o iş, mənə xatir o işi görmüş olarsa, 1'ə 10 verərəm, qaytararam. Hətta deyir ki, dünya və ahirətdə də verərəm ona. Ehtiyacımız yoxdur. Xətamız olmayıb, günahımız olmayıb. Axı biz hamımız deyirik ki, Əhl-i Beyt qapısı düzdür. Peyğəmbər övladı Peyğəmbər. Əmir əl-Möminin 11 imam, xanım Fatimə-i Zəhra, onların oruç tutmaqları necə olub? Onların rəftarı insanlarla necə olub? Onlar hətta düşmən də olsa belə, abrını belə aparıblarsa, o insanla necə nəzakətlə danışıb, necə onunla davranıb, necə ona iş görüb ondan bir yerdə, necə olub? Amma indiki dünyada baxırsan dünyaya, adın müsəlman qoyub, Allahu Əkbər deyir, Allah ordusundan özün sayır, amma Allahdan xəbəri yoxdur. Çünki baş kəsmək, 12-13 yaşında cavan öldürmək, başın kəsmək, hətta mişərlə başın kəsmək, uf demədən, Allahu Əkbər deyərək, Allah Teala o dini bizə göndərməyib. Quranda o yoxdur. O yeni bir, hətta zamanında Lənətullah Maviyənin vaxtında var idi. Onun oğlu Yezid Lənətullah İmam Hüseyin Aleyhisselama o divanı tuttu. İndi də o davam edir onların törəmələri tərəfindən. Çünki Allah, baxın Əhl-i Beyt necə olub? Qonşuları ilə necə olub? Düşməni ilə necə olub? Həzrəti Əmir əl-Möminini İbn-i Mülcəm Lənətullah vurandan sonra nə dedi? Onu tutub gətirdilər. Dedi, ondan işiniz yoxdur. Yediyindən ona yedizdirdi. İçdiyindən ona içdirdi. Dedi, əgər sağ qalaramsa, mən özüm bilirəm nə edərəm ona. Oğlanlarına tapşırdı. Amma yox, dünyadan köç edəmsə, siz bilirsiniz, oğluna tapşırdı. Amma hansı bir nəzakətlə, hansı bir insanlıqla, hansı bir nəvazişlə? Mərifət budur, Allahı tanımaq budur, insanlıq budur. Allah, bax ona görə bizə deyirlər ki, əlindən danışma. Xanım Fatimə Zəhradan danışma. İmam Hüseyin tarixdir, tarixdən danışma. İmam Hüseyin dindir, əqidədir, əqidə, insanlıqdır, mərifətdir, kişilikdir. Hər bir şey İmam Hüseyində var, Kərbəlada var. Çünki bütün din, İslam, Allah nə istir, Peyğəmbər nə istir, Quran nə istir, İmam Hüseyin öz hərəkətləri ilə onu insanlara bəyan etdi. İmam Hüseyin Aleyhisselamı Allah Teala Kərbəlaya göndərəndə özünə milyonlarla insan mümin deyən insanların iç yüzünü açmaq üçün, onların özlərinə bəyan etmək üçün ki, siz busuz İslamda, sizin əqidəviz budur, sizin elədikləriniz budur, onlara sübut etsin. Yəni münafiqlərin üz çizgiləri çizilsin deyibən İmam Hüseyini göndərdi Kərbəlaya. Ki həmən o insanlar Allah adına, Allahın qılıncına, haqq olan yoluna nə dedilər? Dinindən çıxmış dedilər. Bu bizim insanlara aydınlıq gətirir ki, necə olmaq? Yəni yerivi, yoluvu bəlli elə. Bizim hər zaman Allah qapısında, Əhl-i Beyt qapısında olan hər bir əqidə sahibi nə edir? Allah'ın tanıyır və ölkəsini tanıyır, öz vətəni üçün, öz torpağı üçün uf demədən canım verir. Necə ki bu 44 günlük müharibədə bizim ordumuzun, əskərlərimizin, zabitlərimizin, o əsil kişilər öz sözünü deyə bildilər və dedilər də ki, Əbəlfəz ordusu gedir, Allah ordusu gedir, İmam Hüseyin ordusu gedir, Peyğəmbər ordusu gedir. Bunu deməklə, yəni bir olmaq. Allah Teala İmam Hüseyini, Peyğəmbəri və 12 imamı biz insanlara nümunə göndərib ki, biz insanlar tərbiyə alaq, bir-birimizə can deyək, can eşidək, bir-birimizi sevək, bir-birimizə dəyər verək. O İslam deyilən anlamı biz onların anladığı şəkildə dərk eləyək və onu həyatımızda
yaşadaq ki, qiyamət günündə avara qalmayaq inşallah. Bizə qədər nə qədər alimlərimiz olublar. Onlar da təbliğ ediblər, onlar da sözün deyiblər, onlar da haqq deyiblər və dünyadan köçüblər. Allah Teala o həmən həqiqi alimlərimizi ki, dünyadan köçüblər, onları qəni-qəni rəhmət qərar versin. Ruhların şad qərar versin. Təqsiratlarından keçsin. Onları cənnətlə müjdələndirsin. Və o həqiqi alimlər ki, indi də təbliğdədirlər, Allah Teala onlara güc versin. Gəlin indi əllərimizi qaldıraq Allahın huzuruna və acizanə Allahdan bu cür dua edək. İlahi, Pərverdigar-ı aləm, gəlmişəm sənin qapıva. İlahi, yanımdakı danışan və mən özüm də nə qədər günah və səhvim varsa, xətam varsa, heç kim bilmir. Amma sənə bəllidir, İlahi, sən bilirsən, onlardan xəbərdarsan. İlahi, bizim günahlarımızın üstündən əfv qələmin çəkkinə. İlahi, sən özün bizi bağışla. İlahi, bağışlamamış bizi bu dünyadan aparma. İlahi, amin deyən dilləri məhşərdə lal etmə. İlahi, gələn günlərimizi keçən günlərdən daha xeyirli ver. İlahi, gələn günlərdə əgər xəta varsa, imtihan varsa ki olacaq, onları ilahi sənə layiq olan bir şəkildə keçmək üçün bizlərə kömək ol yine. İlahi, şeytanı bizdən uzaq qərar ver. İlahi, şeytanı ailəmizdən uzaq qərar ver. İlahi, bizim şəhidlərimizi qəni-qəni rəhmət qərar ver. İlahi, onların ailələrinə səbir ver yine. İlahi, bizim yaralı qazilərimiz var. Heç yoxdan onlara şifa ver yine. Onların ruzilərin bol qərar ver yine. Onları digərlərinə möhtac qərar vermə. İlahi, bizim cavanlarımızı sən qoru yine. İlahi, sənə ad verirəm cəlal və izzətin xatirinə. Dünya dağılır. O cümlədən ölkəmizə də o bəlalar gəlir. İlahi, bizim gənclərimizin sağlam ruhda böyüməsi üçün onlara və onların valideynlərinə və bizlərə kömək ol yine. İlahi, kimlər ki xəta yaradacaqlarsa, gənclərimizi azdırsınlar, pis yola aparsınlar, onların imkanların əllərindən al yine. İlahi, sənə an verirəm cəlal və izzətin xatirinə. Kimlərin ki borcu var, borclarının əda olmasında onlara kömək ol yine. İlahi, evlərdə və xəstəxanalarda xəstələrimiz var, heç yoxdan onlara şifa ver yine. İlahi, qürbətdə olan qardaşlarımız var. Onlar ruzi dalıca gediblər. İlahi, onları qoru yine. İlahi, onların işlərini avan deylə yine. İlahi, onlardan xətar bəlanı uzaq qərar ver yine. İlahi, iltimas eləyənlərimiz var. Hacəti olanlar var. İlahi, analarımız, qız gəlinlərimiz, ağsaqqallarımız, cavanlarımız bugün də burada olanlardan iltimas istəyiblər. İlahi, kimin ki nə hacəti var, nə istəyi var. İlahi, sən onları bilirsən, biz bilmirik. İlahi, kimin ki nə müşkili var, onların həll olunmasında, hacətlərin qəbul olunmasında hər birinə kömək ol yine. İlahi, Pərverdigar-ı aləm, bizləri sahibə zaman əleyhissalamın əskərlərindən qərar ver yine. İlahi, bu cəm'i biri-birine mehriban qərar ver yine. İlahi, bizim ölkəmizi qoru yine. Ölkə düşmənlərimizi məhv-i nabud qərar ver yine. İlahi, bizim müstəqilliyimiz əbədi olsun. İlahi, ölkə düşmənlərimiz həmişə zəlil olsun. İlahi, bizim ölkəmiz həmişə qalib olsun. İlahi, bizim ordumuzu qoru yine. İlahi, hər kim ki ölkə üçün, Azərbaycan üçün, Azərbaycanın müstəqilliyi üçün, Azərbaycanda yaşayan müsəlman bacı və qardaşlarımızın rifahının yaxşı olması üçün çalışır, sən özün o insanlara kömək ol yine. Amma hər kimi ki, istər Azərbaycanda olsun, istər Azərbaycanın hüdudlarından kənar olsun, bizim üçün fərq etmir. Azərbaycanın müstəqilliyini istəməzlərsə və yaxud Azərbaycanda yaşayan müsəlman bacı və qardaşlarımızın gün və güzaranın yaxşı olmağını istəməzlərsə, o cür insanların imkanın əlindən al yine. Onları Azərbaycandan uzaq qərar ver yine. Bütün dualarımızın qəbulü üçün Peyğəmbər və Ali Peyğəmbər salavat zikr eləyir. İnşallah hazır olaq. Ya Allah, 2 rükət namazdır. Hərə öz niyyətin edir. Əhya gecəsinin namazını qılıram, qürbətən ilallah deyirsiniz. Yəni Allaha yaxın olmaq üçün 2 rükət əhya namaz qılırıq. Sonra ki, namazı deyəndə hamı mənlə bərabər bəkdən deyərsiniz inşallah, Allahın izni ilə.
Es-salah, es-salah, es-salah. Niyet eləyəndə dil, dodaq tərpənmir, ürəyinizdən keçirdirsiniz inşallah. Allahu Ekber. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Errahmanirrahim. Maliki yevmiddin. İyyâke na'budu ve iyyâke nesta'in. İhdina sıratal müstakîm. Sıratallezîne en'amte aleyhim. Gayril mağdubi aleyhim velezzallin. Bismillahirrahmanirrahim. Kul huvallahu ahad. Allahus samed. Lem yelid ve lem yulad ve lem yekun lehu kufuven ahad. Bismillahirrahmanirrahim. Kul huvallahu ahad. Allahus samed. Lem yelid ve lem yulad ve lem yekun lehu kufuven ahad. Bismillahirrahmanirrahim. Kul huvallahu ahad. Allahus samed. Lem yelid ve lem yulad ve lem yekun lehu kufuven ahad. Bismillahirrahmanirrahim. Kul huvallahu ahad. Allahus samed. Lem yelid ve lem yulad ve lem yekun lehu kufuven ahad. Bismillahirrahmanirrahim. Kul huvallahu ahad. Allahus samed. Lem yelid ve lem yulad ve lem yekun lehu kufuven ahad. Bismillahirrahmanirrahim. Kul huvallahu ahad. Allahus samed. Lem yelid ve lem yulad ve lem yekun lehu kufuven ahad. Bismillahirrahmanirrahim. Kul huvallahu ahad. Allahus samed. Lem yelid ve lem yulad ve lem yekun lehu kufuven ahad. Allahu Ekber. Subhanallah. Subhan Rabbiyel azimi ve bihamdih. Rabbi salli ala Muhammedin ve ali Muhammed. Sami'allah limen hamide. Allahu Ekber. Subhanallah. Subhan Rabbiyel a'la ve bihamd. Rabbi salli ala Muhammedin ve ali Muhammed. Allahu Ekber. Allahu Ekber. Subhanallah. Subhan Rabbiyel a'la ve bihamd. Rabbi salli ala Muhammedin ve ali Muhammed. Allahu Ekber. Havlillahi ve kuvvetihi aqumu ve aq'ud. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Errahmanirrahim. Maliki yevmiddin. İyyâke na'budu ve iyyâke nesta'in. اهدنا الصراط المستقيم صراط الذين أنعمت عليهم غير المغضوب عليهم ولا الضالين. بسم الله الرحمن الرحيم. قل هو الله أحد الله الصمد لم يلد ولم يولد ولم يكن له كفوا أحد. بسم الله الرحمن الرحيم. قل هو الله أحد الله الصمد لم يلد ولم يولد
ولم يكن له كفوا أحد. بسم الله الرحمن الرحيم. قل هو الله أحد الله الصمد لم يلد ولم يولد ولم يكن له كفوا أحد. بسم الله الرحمن الرحيم. قل هو الله أحد الله الصمد لم يلد ولم يولد ولم يكن له كفوا أحد. بسم الله الرحمن الرحيم. قل هو الله أحد الله الصمد لم يلد ولم يولد ولم يكن له كفوا أحد. بسم الله الرحمن الرحيم. قل هو الله أحد الله الصمد لم يلد ولم يولد ولم يكن له كفوا أحد. بسم الله الرحمن الرحيم. قل هو الله أحد الله الصمد لم يلد ولم يولد ولم يكن له كفوا أحد. الله أكبر. اللهم صل على محمد وآل محمد. ربنا آتنا في الدنيا حسنة وفي الآخرة حسنة وقنا عذاب النار برحمتك يا أرحم الراحمين. الله أكبر. سبحان الله سبحان ربي العظيم وبحمده. ربي صل على محمد وآل محمد. سمع الله لمن حمده. الله أكبر. سبحان الله سبحان ربي الأعلى وبحمد. ربي صل على محمد وآل محمد. الله أكبر. الله أكبر. سبحان الله سبحان ربي الأعلى وبحمد. ربي صل على محمد وآل محمد. يا ولي العافية أسألك العافية عافية الدين والدنيا والآخرة برحمتك يا أرحم الراحمين. الله أكبر. بسم الله وبالله الحمد لله. أشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله. اللهم صل على محمد وآل محمد. السلام عليك أيها النبي ورحمة الله وبركاته. السلام علينا وعلى عباد الله الصالحين. السلام عليكم ورحمة الله وبركاته. الله الله أكبر. الله أكبر. Peygamber ve Ali Peygamber cemalına salavat ekleyin. İnşallah 70 dəfə hamı bir yerdə hamımız 70 dəfə estağfirullah və ətubu ileyh deyirik. Ya Allah, Bismillahirrahmanirrahim. Estağfirullah və ətubu ileyh. 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 Estağfirullah və ətubu ileyh.
Estağfirullah ve etubu ileyh. Estağfirullah ve etubu ileyh. Estağfirullah ve etubu ileyh. Estağfirullah ve etubu ileyh. Estağfirullah ve etubu ileyh. Estağfirullah ve etubu ileyh. Estağfirullah ve etubu ileyh. Estağfirullah ve etubu ileyh. Estağfirullah ve etubu ileyh. Estağfirullah ve etubu ileyh. Estağfirullah ve etubu ileyh. Estağfirullah ve etubu ileyh. Estağfirullah ve etubu ileyh. Estağfirullah ve etubu ileyh. Estağfirullah ve etubu ileyh. Estağfirullah ve etubu ileyh. Estağfirullah ve etubu ileyh. Estağfirullah ve etubu ileyh. Estağfirullah ve etubu ileyh. Estağfirullah ve etubu ileyh. Estağfirullah ve etubu ileyh. Estağfirullah ve etubu ileyh. Estağfirullah ve etubu ileyh. Estağfirullah ve etubu ileyh. Estağfirullah ve etubu ileyh. Estağfirullah ve etubu ileyh. Estağfirullah ve etubu ileyh. Estağfirullah ve etubu ileyh. Estağfirullah ve etubu ileyh. Estağfirullah ve etubu ileyh. Estağfirullah ve etubu ileyh. Estağfirullah ve etubu ileyh. Estağfirullah ve etubu ileyh. Estağfirullah ve etubu ileyh. Estağfirullah ve etubu ileyh. Estağfirullah ve etubu ileyh. Estağfirullah ve etubu ileyh. Estağfirullah ve etubu ileyh. Estağfirullah ve etubu ileyh. Estağfirullah ve etubu ileyh. Estağfirullah ve etubu ileyh. Estağfirullah ve etubu ileyh. Estağfirullah ve etubu ileyh. Estağfirullah ve etubu ileyh. Estağfirullah ve etubu ileyh. Estağfirullah ve etubu ileyh. Estağfirullah ve etubu ileyh. Estağfirullah ve etubu ileyh. Estağfirullah ve etubu ileyh. Estağfirullah ve etubu ileyh. Estağfirullah ve etubu ileyh. Estağfirullah ve etubu ileyh. İndi her birimiz dua eləyək. Yazırlar ki, bu istiğfardan sonra insan özü üçün, ata-anası üçün, ailəsi üçün, balaları üçün, ölkəsi üçün, dünya və ahireti üçün dua etməlidir. Allah Teala o səsi, o duaları eşidəcək inşallah. Hazırsınız inşallah. Her birimiz elimizde olan Kur'an'ı açırıq, tuturuq elimizde. Her birimiz Kur'an'ı açırıq, tuturuq elimizde. Hazırıq. Bismillahirrahmanirrahim. Allahümme inni es'eluke bi kitabikel munzeli ve ma fihi ve fihi اسمك الأكبر وأسماؤك الحسنى وما يخاف ويرجى أن تجعلني من أتقائك من النار
Tərcüməsi belədir: ey Allah, səndən xahiş edirəm, nazil olan əzəmətli kitabının hörmətinə və onda nazil etdiyin hər bir şeyə, bir halda ki onda sənin böyük adın və ha belə gözəl adların və hər bir savaba ümid yaradıb və günahdan qorxudan ayələrin var. Məni cəhənnəmin odundan azad olunmuşlardan qərar ver yine. Allahümme bihaqqi hazel Kur'ani ve bihaqqi men erseltehu bihi ve bihaqqi kulli mu'mini medehtehu fihi ve bihaqqike aleyhim fela ahada a'rafu bihaqqike mink. Ey Allah, səni an verirəm bu Qur'anın haqqına və o kəsin hörmətinə ki, sən bu Qur'anı ona nazil etmisən və hər bir bəyənilmiş müminlərin ehtiramına ki, sən onları Qur'anda tərifləmisən və səni an verirəm onlara olan haqqına. Yəqin ki, sənin haqqını özündən yaxşı tanıyan bir kəs yoxdur. İlahi, sən özün bizim bu dualarımızı bizdən qəbul eylə ki. İlahi, şərik xətanı üzerimizdən götür. İlahi, ölkəmizə əminamanlıq verginən. İlahi, imanımızı kamil qərar vergin. İnşallah dururuq ayağa. Ya Allah. Bikə 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 ya Allah. İlahi Pərverdigar-ı aləm, sənə an verirəm cəlal və izzətin xatirinə. O ki bizə göndərmişsən bu Qur'anı, biz bugün bu əhya gecəsində onu başımızın üstündə tutmuşuq. İlahi, ömrümüzün axırına qədər sənin göndərdiyin Qur'anın kərimin içində bizə nə göndərmişsən ona əməl etməkdə hər birimizə kömək ol. İlahi amin. İlahi, bizi dünyadan aparanda Qur'anla bərabər apar. İlahi, bizim imanımızı kamil qərar ver. İlahi, bizlərin ruzimizi bol qərar ver. İlahi, dünyaya və xüsusilə ölkəmizə əminamanlıq bəxş qərar ver. İlahi, bizim aramızda olan elə insanlar var, onların hazəti var, niyyəti var, istəyi var. O hazətlərin, o istəklərin rəva olmasında hər birimizə kömək ol ki. Bi Muhammedin Bi Muhammedin Bi Muhammedin Bi Muhammedin Bi Muhammedin Bi Muhammed Bi Muhammedin Bi Muhammedin Bi Muhammedin Bi Muhammed. Allah'ım sənə an verəm cəlal və izzətin xatirinə. Bu Qur'anı ki biz başımızın üstündə saxlamışıq, o məhz sən sonuncu Peyğəmbərin, Həzreti Peyğəmbərə onu nazil etmişsən. İlahi, o gün bugün işıqlanır gün bə gün. İlahi, o Qur'anın nurundan bizə və bizim övladlarımıza, bizi istəyənlərə nəsib qərar ver ki. İlahi, qiyamətin günündə hesabı Qur'anla apararsan. İlahi, səni an verirəm cəlal və izzətin xatirinə, qiyamətin günündə bizdən hesab götürəndə mərhəmətinlə götürəsən. İlahi, bizləri bağışla inan. İlahi, günahlarımız çoxdur, etdiyimiz ibadət azdır. O az olan ibadəti bizdən qəbul eylə. İlahi amin. Bi Aliyyin
بعلي 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 روزگارın dad elinden Nale bu feryat elinden 5 yaşımdan gama esirem Olmadım azad elinden 5 yaşımdan gama esirem Olmadım azad elinden Zeynep'in nale sesi arşa çatır Vay ata mahasinin kana batır Vay ata mahasinin kana batıp atam eyvay atam eyvay Hanım Zeynep'in dilinden hamı diyey atam eyvay atam eyvay atam eyvay atam eyvay Eller sinede çok olup gamın cihanda Yanmısan yade salanda Sen o gün düştün ayağdan Anamı sani vuranda Yordular seni ay baba kavmideni Anamı vurdular öldürdüler seni Anamı vuranlar öldürdü seni Atam eyvay atam eyvay Atam eyvay, atam eyvay Anaya Fatime gel Yara vefadarın ölüp Qəmlərin sinədədir Qəmli əzadarın ölüb Anaya Fatime gel Yara vefadarın ölüb Qəmlərin sinədədir Qəmli əzadarın ölüb Gəl ana Zəhra atamız öldü Gəl ana Zəhra atamız öl Səs verək Gəl ana Zəhra atamız öl İki bənd inşallah Gəl ana Zəhra atamız öldü Sən gedəndən atamın gülmədi dünyada üzü Bizə andırmadı amma gecə ağlardı özü Qanlı divaridə yanmış qapıda qaldı gözü Qolları bağlı qalan yavər o biyarın ölüb Gəl ana Zəhra Ay maşallah Gəl ana Zəhra atamız öldü bir də Gəl ana Zəhra
Gecə dəfn olmağı yada salıb ağlardı. Gecə dəfn olmağı yada salıb ağlardı. Qəlbi qəmdən yorulan məhrəmi əsrarun ölüb gəlana Zəhra atamız öldü. Hərəmində deyəsən. Gəlana Zəhra Atamız öldü. Gəlana Zəhra atamız öldü. Gəlana Zəhra Atamız öldü. Bi Fatimete Bi Fatimete Bi Fatimete Bi Fatimete Fatimətə Bi Fatimete Bi Fatimete Bi Fatimete Bi Fatimete Bi Fatimete Bi Fatima Bil Hasani 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 Bil Hasan Bil Hüseyni 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 Bil Hüseyin Ey Zade-i Mürsel Hüseyin Yaxınlaşıb əcəl Hüseyin Bir ömrüdür mən gəlmişəm Bir dəfədə sən gəl Hüseyin Mevla Hüseyin Mevla Hüseyin Səs ver Mevla Hüseyin Mevla Hüseyin Mevla Hüseyin Mevla Hüseyin Mevla Hüseyin Mevla Hüseyin Kurban olum ehsası ver Gülden güzel enfası ver Bir ömrü geldim Yasuva Tapşır məni Abbası ver Kurban olum ehsası ver Gülden güzel enfası ver Bir ömrü geldim Yasuva Tapşır məni Abbası ver Mevla Hüseyin 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 Her qədəm qədəmdən götürüb yasa gələnlər Ay Hüseynə baş sağlığı verməyə gələnlər Bugün Hüseynin yetim olan günüdür Bu gece İmam Hüseyin ağanın atama səslənən günüdür
Ben bir alim kardeşimizden eşitmişim. Bu günlerde gerek onun da ruhu şad ola. Allah Şahin kardeşimize rahmet eylesin, ondan eşitmişim. Diyerdi iftar zamanı su içende bir defa deyin Esselamu aleyk ya Ebu Abdillah, sana canımız kurban. Susuz da dağlar var canımız kurban. Derbederem ay kardeş, gezer bu niskülün dillerde, kalıbdı köyneğin ellerde. Rügeyyen ağlayır çöllerde. Derbederem ay kardeş, hemişe yâre bağlar Zeynep. Sana ölünce ağlar Zeynep, qəmündə sinə dağlar Zeynep. Yaralı ağam eyvah, yaralı ağam eyvah, yaralı ağam eyvah. بعلي بن حسين 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 بمحمد بن علي 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 بجعفر بن محمد 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 بموسى بن جعفر 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 بعلي بن موسى بعلي بن موسى بعلي بن موسى بعلي بن موسى
بعلي بن موسى بعلي بن موسى بعلي بن موسى بعلي بن موسى بعلي بن موسى بعلي بن موسى بمحمد بن علي 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 بعلي بن محمد 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 بالحسن بن علي 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 بالحجة 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 يا صاحب الزمان أبا صالح يا أبا صالح أبا صالح يا أبا صالح حمد يا أبا صالح يا أبا صالح أبا صالح يا أبا صالح İlahi Perverdigar-ı Alem gözler ağanın zuhurundadır. Burada olunan, okunan dualar, olunan ibadetleri İmam-ı Zaman ağanın hürmetine kabul eyle. Bu gecelerde şehitlerimizi de yad eyleyek. İlahi sen yandı veririm ağa İmam-ı Zamanın hürmetine şehitlerimize garik rahmet eyle. İlahi onların atalarına, analarına sabrin cemil inayet eyle. Bayram günleridir,
Ben bilmirəm burada şəhid atalar, analar var ya yok, ama bu sözü olar eşitmeye. Her bayram gününde atanın ananın gözü kapıda kalar, diğer balam gelir. Ey vatan kurbanları, bizden selam olsun size. Ey vatan kurbanları, bizden selam olsun. Cəbhənin aslanları, cəbhənin aslanları, bizden selam olsun. Ey vatan kurbanları, ey vatan kurbanları, eşq ilə bizden selam olsun size. Cəbhənin aslanları, bizden selam olsun size. Merhaba aynünüzden ol, gayret libasın soymadınız. Caniden doydunuz veli, cananiden siz doymadınız. İmtihan merdana verdi, sen geri boş koymadınız. Bağladınız peymanları, bizden selam olsun. Ey vatan kurbanları, ey vatan kurbanları, bu gecelerde şehitlerimizi yad edeyim. Allah ruhları şad eylesin inşallah. Cəbhənin kurbanları, bizden selam olsun size. Siz hemen azadəsiz, meydana geldiniz, gelmediniz. Ermeniler cengine merdana geldiniz, gelmediniz. Kərbəlayı eşq ilə siz meydana geldiniz, gelmediniz. Dertlerin dermanları, bizden selam olsun size. Ey vatan kurbanları, ey vatan kurbanları, bizden selam olsun. Cəbhənin aslanları, cəbhənin aslanları, bizden selam olsun size. Zahiren torpaqlara tında yatıp gül peykeriz, batinen peygambere mehmandır ruhi eteriz. Fəxrələn sən ey vətən, vardı vüqarlı əsgərin. Ey vətən kurbanları, bizden selam olsun. Ey vətən kurbanları, ey vətən kurbanları, bizden selam olsun size. Cəbhənin aslanları, bizden selam olsun size. Ey vətən kurbanları, ahirdir inşallah, bizden selam olsun size. Cəbhənin aslanları, bizden selam olsun size. İnşallah Kur'anları götürün, elinize alın. Ellerinizi kaldırın Allah'ın huzuruna. Allah Teala hususiyle de bizim bu ezamıza rövnək qatan kardeşimiz, Nail kardeşimizin, Məddah kardeşimizin sesine güc versin inşallah. Ömrün axırına kadar bu güzel sesle, bu güzel məclislərə rövnək versin inşallah. İlahi Pərverdigar-ı aləm, acizanə əllərimizi sənin huzuruna qaldırmış. İlahi bizim vətən uğrunda şəhidlərimiz doğrudan da ana diyerek, torpağımıza, vətənimizə ana diyerek, o ki anadan pay olmaz, vətəndən də pay yoktur. Biz vətənə ana demişik. Bizim qəhrəman, bizim ölməz Azərbaycan xalqının gözəl balaları ilahi düşmən karşısında əyilmədən, cəsarət göstərərək, qeyrət göstərərək torpaqlarımızı geri qaytardılar. İlahi, Pərverdigar-ı aləm, sənə an verirəm cəlal və izzətin xatirini. Hər kəsi ki,
mövqeyindən və işindən asılı olmayaraq bu işdə bizə kömək olub, İlahi o insanlara sən özün də kömək ol. İlahi amin. İlahi bizim ordumuzu qoru ki. İlahi amin. İlahi bizim əskər və zabitlərimizi qoru. İlahi amin. İlahi xüsusilə də səngərdə olan əskər və zabitlərimizi, o ki düşmənlə üzdülər, onları heç yoxdan hiss eylə yenə. İlahi amin. İlahi bizim ölkə düşmənlərimizi həmişə məğlub qərar ver yenə. Bizim ordumuzu, Azərbaycanımızı həmişə qalib qərar ver yenə. İlahi sənə an verirəm izzət, cəlalın və əzəmətimin xatirinə. Gecənin bu aləmində analarımız, qız gəlinlərimiz, bizim bacılarımız, xanımlar gəliblər. Onların da əlləri sənin huzuruna qalxıb. İlahi onların da niyyətləri var özləri üçün, dünya və ahirətləri üçün, öz övladları üçün, müşkilləri var, hacətləri var, iltimasları var. İlahi heç yoxdan onları qəbul eylə. İlahi bizim qız gəlinlərimizə, bizim analarımıza, bizim əyallarımıza, bizim bacılarımıza xanım Fatimə-i Zəhra ismətindən nəsib qərar. İlahi bizim gənclərimizə, İlahi bizim biz yaşda olan həmyaşıdlarımıza, İlahi bizim aksaqqallarımıza, Həzrəti Əmirəl-Müminin Əli əleyhissalamın, İmam Hüseyin və İmam Həsənin şücaətindən, rəşadətindən, elmindən, qeyrətindən nəsib qərar verginə. İlahi amin deyən dilləri məhşərdə lal etmə yenə. İlahi bu əzanı bizdən qəbul eylə. İlahi günahlarımızın üstündən əfv qələmin çək yenə. İlahi bu cəmi biri-birinə möhtac qərar vermə. İlahi bu cəmin ruzisin bol qərar ver yenə. İlahi ölkəmizi sən özün qoru. İlahi bütün dünya müsəlmanlarına və xüsusilə də Azərbaycana əminəmanlıq bəş qərar ver yenə. İlahi bizləri sahibə zaman əleyhissalamın əskərlərindən qərar ver. İlahi sənə an verirəm cəlalın, əzəmətimin xatirinə bizim bu əzamızı axırıncı qərar vermək. İlahi sabah yox biri gün inşallah yenə bu cür bundan da möhtəşəm əza keçirtməyi bizim hər birimizə qismət qərar ver. Bütün dualarımızın qəbulü üçün Peyğəmbər və Ali Peyğəmbər salavat zikr eləyir. Əziz mömin qardaş və bacılar, sizin vaxtınızı aldım. Bu dəyərli vaxtı sərf etdiyiniz üçün mənə halallıq edin. Mən də öz zəhmətimi sizə halal edirəm. Amma hər birimizdən xahiş edirəm ki, bizim ehsanatımız var, tədarükümüz var. Hərə ondan istifadə etsin, daha gözəl olar. O ehsanatı verənlərin də, kimlərin ki orada nə istəyi var, hacəti var, qəbul olunmasında Peyğəmbər və Ali Peyğəmbər salavat zikr eləyir. Allahümme salli ala